Gəlin bir dənə istiqamət verir, özünüz də zabit tapacaqsınız. Mən belə başa düşürəm. Sən ən əsas yanaşma satın almada birinci ədalətli yanaşma. Bütün müsabiqədə, bütün nəticələrə uyğun olaraq hər iki şirkətin qiyməti eyni və qiyməti yox, balı eyni. Biz birinci ədalətliliyi qorumalıyıq. Bu o deməkdir ki, bu müsabiqənin qalibi iki şirkətdir. Finish xəttini yarışda iki dənə idmançı eyni saniyədə keçirdirsə, göstərilir ki, birinci, ikinci yer, yəni həmin qalibləri verir. Yəni, həmin iki idmançı həm yarışın birinci yerini tutur, həm ikinci yerini. Orada marka söhbəti var. Burada birinci yanaşma olmalıdır ki... O iPhone satır, bu da Samsung satır. Samsung şişəsi 115 bin lira. O məsələ var. Marka söhbəti var orada. Tender var. Sistemdə tender keçirmişsiniz. Spesifikasiyada qoymuşlar. Bütün tender spesifikasiyanı icra eləmişsiniz. Bütün ballar verilir, qiymətlər verilir ki, texnik qiymətləndirmə bitir. Sistemi açmışsınız, görürsünüz ki, 4 dənə alfalıda şirkətlər. İlk ikisi bu balı toplayıb, 3-dən 4 obisi balı toplayıb. Bunlardan birini qalib seçməlisiniz. Xüsusi tərəf kimdəsə qoymuşlar mən o tenderdə. Demişəm ki, xüsusi tərəf kimdəsə qoymuşam. Mən demişəm ki... Bütün tələblərdən olsun, tələb yox. İnnovadır. Getircə yaxşı verir. Mən kömək elədim. Orada markaya görə qiymətləndirmə olmasınız, 7 və 9 məsələsi. Keyfiyyət yox markaya görə. Spesifikasiyanı yazmışıq, istədiyimiz məhsulu bilirik. Orada üçün qiymət fərqi markaya görə yaranır. Markada 9 balıqsa deməli yüksək marka. Fərqi yoxdur, marka fərqlidir. Ödəniş şərti fərqlidir, zəmanət fərqlidir. Nəticədə iki şirkətin balı eynidir. O deməkdir ki, mənlə Samir var, eyni bal toplamışıq. Mən deyirəm ki, Samir bəy niyə seçirsiniz, mən seçirsiniz. Amma o başlağı verir təklif. Allah ki, müsabiqədə ikimiz də eyni bal toplamışıq. Mən səmərəliyim keyfiyyətindən, mən büdcəmə qənaət üçünmü deyil, dövlətdən nəzərə tuturam. Eləcə də özəl olsun. Siz keyfiyyəti əsas tutursunuz, mən ucuz verirəm. Arada qlobal fərq yoxdur, axı 9, nə bilim 5 qoymamısınız, 9-15 qoymamısınız, 10-15 qoymamısınız. Yəni, kiçik bir fərqlə aşağı keyfiyyətlə... Fərqi yoxdur. Kəmin qıcaqlığı deyil. Mən deyildən Sizə olmam. çəkər. Xahiş edirəm. Baxın, Yoxsa gələn dərsə kim tutaq ki, innovanı seçdiniz. Nə əsasını seçəsiniz? İşə satışdan tərəfə yox. İcra Ucuzdur. Yox, icra müddəti daha Samir bəy hansı təklifi seçəsiniz? Mən biri seçdim. Niyə seçirsiniz? O marka keyfiyyətə görə. Keyfiyyəti yüksək. Çünki o balı 20%. Onda mən yəni keyfiyyətlə qoymuyorum. O bazı dediyi olacaqdır. O keyfiyyətlərə çıxartması deyil. Amma bizim əlavə heç bir tələbimiz, şərtimiz yoxdursa ki, biz 25 balıq yüksək toplayan şirkəti seçəcəyik, onu seçə bilmərik. Ama əvvəl qoysaydı, Mənim tələbimdə yoxdursa, mən xüsusi bir şey qoymamışam, deməmişəm ki, mən o 9 balıq əsas prioritetim odur, qoymamışamsa, mən tender proseduruna uyğun olaraq ən aşağı qiymət seçim. Birinci mərhələni kömək edirəm, ikinci mərhələni gələn məsaj. Mən bu boyda sözüm. Xahiş edirəm ki, üstündən çox gəlməyin. İlk yanaşma nədir? Bax, bir də gəlmirəm söhbətdə. Adil, ədalətli yanaşma. Şirkətin təkliflərinin əsasında iki qalib varsa, ilk işimiz olacaq ki, bu ikisində qalib seçmək. Amma biz 100 notluk bizə lazımdırsa, biz ilkin olaraq hərəsindən 100-100 yox, hərəsindən 50-50 almağın danışıqlarına aparmalıyıq. İkinci mənim. Bax, birinci budur. Əksinə, mən deyərdim ki, sən mənə 5 aydan sonra 500 dənə notebook təmin eləmək kimi imkanım var. İnova desə ki, mən sənə 1000 dənə təmin edərəm. Amma orada bu qalib desə ki, məsələn 600 dənə təmin edə bilərəm. Mən onda deyərəm ki, işimiz var. Adil yanaşma. Qalib olmuşam, Samir bəy də qalib olub, aramızda bölməlisiniz. Mən aşağı qiymət mən niyə seçmirsiniz? Yox, siz qiymətli orta tək vacib deyil. O fayda. Mən deyərəm ki, mən 5 aydan sonra səndən 600 dənə notebook alsam, onu mən Bakın, Nazım Samir təklif edir. İkisinin arasında ikinci tur edir, qiymət təklif. Yox, kim çox versə. Gülərlə təklif gəldi, maraqlı təklif. Dinləmişsiniz? İkinci tur edir, İşə verilən satılması kimi ikisindən biznesmen tərəfindən baxsaq, qiyməti nəzərə almalıyıq birinci növbədə. nə tərəfə üzrəsindən? Biznesmen tərəfindən. Biznesmen tərəfindən. Bəli. Yox, biznesmen o demək deyil ki, alsın keyfiyyət. Mən onu mən bildim. Səsindən az olur. Arkadaşlar, birinci mərhələni dedim, Mən o slide bərabər səviyyədə görülməsi üçün danışın. Çünki ədalətli yanaşma. Onun üstü
İkinci mərhələni gələn dərsdə müzakirə edirik.